Dövrü qanunu, dövrü sistemdə deməli atom quruluşundan atomun tərkibi mövzusu üzrə deməli testlərə baxarıq. Birinci 6-cı sualdır. Bizə verilmişdir ki, 2 qram kükürddə neçə elektron var? Elektron var. Bir kükürddə görürük ki, nə qədər 16 proton var və neytral sıfırdırsa, yükü yoxdursa, onda elə protonsa elektronun sayıdır. 16 elektronumuz var. Neçə qram kükürddə? 32 qram kükürddə. Baxırıq burada görürük ki, deməli 2 qram kükürd verir, amma əslində kükürd 32 qramdır və 16 protonuna əsasən 16 elektronu var. Yazaram ki, 32 qram kükürd. Neçə elektronu var? 16 elektron və Avogadro ədədi ilə cavablara baxsaq görək. Avogadro ədədi ilə desə 6,2 vurulsun 10 üstü 23. Bəs onda verilmiş şərtdə 2 qram kükürddə nə qədər elektron var? X. 2 ilə 32 getdi, ixtisar burada qaldı 16. 16 ilə də bu 16 getdi. Qaldı x bərabər 6,2 vurulsun 10 üstü 23. Cavab oldu Y variantı. Növbəti sual 12-ci sual. Nisbi atom kütləsi 23 olan X elementi, nisbi atom kütləsini yazdıq 23. Nüvəsində 12 neytron olduğunu bilərik. Bu elementin sıra nömrəsini müəyyən edir. Sıra nömrəsi yəni ki, protonun sayını deyir. Bəzən çox asan suallar saxlayırsınız, uşaqlar mənə. 23-dən çıxanda 12 və salam. Eləyəcək 11. Cavab oldu 11. Belə utandırıcı suallar saxlayırsınız bəzən. 18. Baxaq 18. 18-də deyir ki, 20 və iyonu neçədir? 2 müsbətdir. İyonda proton və elektronların sayını müəyyən edin. Buna sual uşaqlar. Demişdik ki, burada müsbət görürsə, nə edirik? Protondan çıxarıq. Burada mənfi görürsə, gəl protonun üstünə gələrik. 20-dir. 2 müsbət eləyəcək 18 elektron. Elektronun 18 protonu da elə 20 qalır yerində. Cavab A. 21-də iyonlar üçün hansı ifadələr doğrudur? Deməli, bizə natrium verir. Natrium müsbət iyonu, müsbət 1 iyonu və flor mənfi 1 iyonlar üçün hansı ifadələr doğrudur? Elektronların sayı eynidir. Baxam, elektron sayı müsbət oldu, üstünə gəldim. 10 elektron bunda elədi, mənfidir 9-dan üstünə. Daha doğrusu, müsbətdirsə çıxıram, 11-dən çıxdım, 1 müsbəti elədi 10 elektron. Natriumda, florda da mənfi 1-dir, üstünə gəldim, 10 elektron elədi. Elektron sayı eynidir, bəli, eynidir. Cavab elə A-dır. Keçən növbəti suala 25. Variantların ardında izahlayın. Protonların sayı eynidir, xeyr. Proton burada 11-dir, burada isə 9. Neytronların sayı eynidir, xeyr. 23-dən çıxanda 11. 12 neytron eləyir natriumda, 10 neytron eləyir florda. Elektron və protonların cəmi eynidir. Elektron və protonların cəmi. Elektron və protonların cəmi 21 burada natriumda eləyir, 19 eləyir florda. Nisbi atom kütlələri eynidir, xeyr. 23 natriumdadır, 19 flordadır. Növbəti sual gəldi. 25-ci sual. X0, XA və XC hissəciklərinin radiuslarının artma sırasını müəyyən edin. Radiusların artma sırasını. N elektron, N proton. XA yazdım. XA-nın baxıram ki, bizə verib həm elektronun verib bunların, həm də protonun sayını verib. XA-nın elektron sayı neçədir? B-2-dir. Elektron sayı B-2. Bəs proton sayı neçədir? B. Proton sayı neçədir? B. Yazdım yerinə B. Gəldim sonra X0 yazdım. X0-ın elektron sayı B-dir. Yazdım yerinə B. Proton sayı da elə B-dir. Yazdım, proton yerinə yazdım B. O birisi növbəti XC-dir. XC. Proton elektron sayı B+2. Proton sayı isə neçədir? B-dir. Proton sayı isə B-dir. Radiusların artma sırasını müəyyən edək. Aha. Radiusların artma sırasını. Nə eləməliyəm burada? Əvvəlcə iyonları müəyyən etməliyəm. Düsturumuz nə idi? Yük bərabərdir. Proton minus elektron. Yüküm A-dır, bərabərdir. Protonum B-dir. Proton minus elektron. Protonum B-dir. Minus elektron desəm, B minus 2-dir. Bu da bərabərdir nəyə? B minus B plus 2. B-lər getdi, qaldı 2. A bərabərdir 2-yə. Bəs bu üçün izah, bu oldu bunun. X üçün izah eləyək.
Deməli x-da neytral haldadır. Neytral haldadırsa radiusu məlumdur ki, bunda orta olacaq. Bunu heç hesablamaya ehtiyac yoxdur ki, neytral halda olan atomun radiusu ortada olurdu. Nə mənfi kimi böyük olurdu, nə müsbət kimi kiçik olurdu radiusu. Burada hesablayalım. Burada C bərabərdir. Burada protonun sayını götürüb yuxarıda yazmış. Üzrü sayın. Protonumuz nə oldu? B çıxılsın. B plus 2 bərabərdir. Neçə eləyəcək? B'lər yenə getdi. Qaldı. Bəli, burada. B minus B plus 2 yazarıq. O da bərabər B minus B minus 2. O da bərabər nə? Mənfi 2-yə. Deməli bunun 2 oldu mənfi 2, bunda isə oldu müsbət 2. Biz də nə deyirdik? Mənfinin radiusu hər zaman böyükdür. Onda əvvəlcə deyir ki, bizə atom radiuslarının artma sırası ilə deyirsə, radiusu ən kiçik olan x A olacaq. Müsbətin radiusu hər zaman kiçikdir. Sonra x 0 olacaq. Radiusu ən böyük olan mənfidədir. X C olacaq. X A, x 0, x C. A 0 C. Cavab C variantı. 36-cı sual. 36-cı sualda soruşur. Altta müzəki 23 elektronu olan kalsiyum neçə qram olar? Altta müzəki kalsiyum elektronu olan kalsiyum. Altta müzəki. Hesablayarıq. Bizə verib altta müzəki 23 elektronu olan kalsiyum neçə qramdır? Faktiki olaraq 40 qram kalsiyumda neçə elektron var? 20 protonu 20, elektron da 20. 20 vurulsun 6'dan %2. Vurulsun 10 üstü 23 elektron varsa, bəs onda 6'dan %2 vurulsun 10 üstü 23 elektron neçə qram kalsiyum deməkdir? X bərabərdir. Bu 20 ilə 40 getdi. Burada qaldı 20. Daha doğrusu qaldı 2. Altdan %2'lər də getdi. X bərabərdir 2. Neçə qram imiş? 2 qram imiş. Cavab C variantı. Növbəti sual necə olur? 32-ci sual. Burada 36 yox, 32-ci sual. Sonra gəldi 35-ci sual. 35. Deməli bizə verib x A B 2 mənfi. Bir də verib ki x A B 2 müsbət. İyonlar üçün nə doğrudur? Elektronların sayı bərabərdir. Elektron sayı çox bərabər olmaz. Bunda 2 minusdur, burada 2 plusdur. Hər bir halda bunun elektron sayı çox olacaq buradan. Çünki minus görəndə biz toplayırdıq. Sonra radiusu bunun radiusuna böyükdür. Deyir ki 2 mənfi anyonun radiusu katyonun radiusuna böyükdür. Bəli, düzdür. Biz deyirdik ki mənfi iyonun radiusu hər zaman böyük olacaq müsbət iyonun radiusundan. Hətta mənfinin radiusu böyük olur neytralın da radiusundan. 2 də düzdür. Elektronların sayı bərabərdir. 1 səhv idi. Elektronların sayı fərqi 4-ə bərabərdir. Bəli, düzdür. Bunda 2 minusdur, burada 2 plusdur. Ortada qalır 0. 0'dan 2 bir yana var, 2 bir yana var. 2 2 eləyir 4. 3 də düzdür. 2 3 cavab olur A variantı. 39-cu sual. Tibbi avadanlıqların bir çoxu atomların quruluşu və xüsusiyyətlərindən istifadə edərək işləyir. Məsələn, rentgen cihazı atomların elektronlarını yüksək enerjili şüalar vasitəsilə çıxarır. Bu proses həm bədən daxilindəki strukturları götürülməsini, görüntülənməsini təmin edir, həm də xəstəliklərin diaqnozunu qoymaq üçün şüaların insan bədənindən keçərək orada olan müxtəlif toxumaları və ya kütlənin fərqli şəkildə təsvir olunmasına imkan verir. İnsan bədənində olan X atomunun nüvəsinin, axır ki məsələyə gəldi çıxdı. Buradan yazacaq 39. X atomunun, insan bədənində olan X atomunun nüvəsində 20 proton, yerinə yazırıq. 20 neytron var. Rentgen şüalarının insan bədənə daxil olduqda X atomunun 2 elektronu çıxarırsa, yəni 2 elektron verirsə, 2 elektron versə yazırıq 2 müsbət. Elektronu verəndə nə olurdu? Müsbət yüklərdi. 2 müsbət 2 elektronu çıxararsa əmələ gələn iyonu müəyyən edin. Əmələ gələn iyon. Bu eləyəcək 40. Kütlə nisbət atom kütləsi necə tapılırdı? A bərabərdir proton plus neytron. Protonun vardı, neytronun vardı. Nə elədim? Cəmlədim, elədi 40. Deməli 20 40 2 müsbət. 20 40 2 müsbət cavab A variantı. 42-dən nəzər. Tibbi avadanlıqların bir çoxu eynən bu qaydada gəlir. İzah eləyir, gəldi. Rentgen cihazında istifadə olunan bir elektron, deməli 42-ci sual deyir ki, rentgen cihazında istifadə olunan bir elektron atomdan
4 vurulsun 10 üstü mənfi 19 karbon enerji alarsa 1 mol elektron istifadə edildikdə alınan enerjini kilojoule hesablayın. Şərti deməli bizə deyir ki, rentgen cihazında istifadə olan bir elektron atomunda 1 elektron atomunda 4 vurulsun 10 üstü mənfi 19 joule enerji alırsa, bir elektron 4 vurulsun 10 üstü mənfi 19 joule enerji alırsa 1 mol elektron istifadə edildikdə alınan enerjini 1 mol elektronda 1 mol elektron deyir. 1 molda nə qədər elektron vardı? Avogadro ədədi ilə. Deyirdi ki, 6,2. 6,2 vurursan 10 üstü 23. 10 üstü 23'də isə x olacaq joule enerji. Burada deməli 6,2'ni 4'ə vuraq, elə 24,8 x bərabərdir 24,8. 10 üstü 23'ü 10 üstü mənfi 19'a vuranda üstlərin eləyirik, toplayırıq. Vurulsun, toplayanda da 23'dən elə bir şey çıxacaq 19'u, qalacaq 10 üstü 4. 10 üstü 4 nə? Joule. Bizə cavabda deyir ki, kilojoule hesablayın. Deməli, bizə deyir ki, kilojoule hesablayın. Və buradan da deyək ki, biz joule ilə tapdıq. Deyirəm ki, yəni təkrar deyim, kilojoule ilə hesablayır bizə. Deməli, onda belə yazadı. 1 kilojoule nə qədər? 1000 joule'dur. 1000 joule'dur deyək ki, 10 üstü 3 deyək. 10 üstü 3. Yerdə nə qaldı? 10 üstü 4'ü. 10 üstü 4 kilojoule deyirsə, kilojoule'u joule'a çevirmək üçün 10 üstü 4'ü bölərəm 10 üstü 3'ə. Kilojoule'a çevirmək üçün. Nə olacaq burada? İxtisar gedəcəklər. 1 onluq qalacaq. 1 onluq qalacaq. Getdi ixtisar qaldı. Burada neçə? Burada bərabəri yazmayaq. Bərabəri yazmayaq. Aşağıdan yazaq. 24 tam onda %8 vurulsun qaldı 10. O da bərabərdir 240 tam onda 8'ə. Cavab oldu E variantı. 43'ə gəldik. 43. Deməli, atom quruluşu, nüvə enerjisinin istehsalı və nüvə reaktorlarının işləmə prinsipi müəyyən edir. Uran 235 izotopunun nüvəsi yüksək enerji sərf edilərək parçalanır. Bu zaman çoxlu sayda sərbəst neytron və enerji ayrılır. Parçalanma nəticəsində sərbəst buxarların neytronlar daha çox uran 235 nüvələri ilə toqquşaraq onları parçalayır və zəncirvari reaksiya baş verir. Ümumiyyətlə bu proses atomun proton, neytron və elektronları qarşılıqlı olaraq bir-birinə təsir edir və böyük miqdarda enerji istehsal olunur. Bir nüvə reaktorunda 1 mol uran üstü 235'in nüvəsinin neytronlarla parçalanması nəticəsində 2,5 vurulsun 10 üstü 6 joule enerji ayrılır. Bu reaktor hər gün orta hesabla 5 mol uran 235 istifadə edərsə, gündəlik olaraq neçə kilojoule enerji ayrılır? Eynən bayaqki kimi bunu da həll edərik. Baxaram ki, 1 mol uran 235 nüvəsinin neytronlarla parçalanması nəticəsində nə qədər? 2,5 vurulsun 10 üstü 6 joule enerji ayrıldı. Yenə yazıram 1 mola. Nə qədər enerji ayrılmışdır? 2,5 vurulsun 10 üstü 6 joule enerji ayrılmışdır. Bəs onda deyək ki 5 mol deyir də. İndi bizə şərtdə deyir ki, hər gün orta hesabla 5 mol uran 235. 5 mola nə qədər enerji ayrılar? Neçə joule ayrılar enerji? X. 5'ə vuraram 2,5'ə 5'i. X bərabər olar 12,5. Nəyə? 12,5 vurursun 10 üstü 6'ya. Yəni də bizə joule ilə tapmışıq. Bunu kilojoule ilə tapmaq üçün nə eləməliyik? 10 üstü kilojoule dedik ki, 10 üstü nəyə? 3'ə bölməliyik. Böləndə qalacaq burada neçə? 12,5 vurursun 10 üstü 3 qalacaq. Bu da bərabərdir neçəyə? Onun tamı vuranda bu tam itdi. Və 2 dənə də arxası ilə 0 gələcək. 125, 0, 0. 12.500. Cavab olacaq B variantı. 43-cü sual. Növbəti 44-cü sual gəlir. Bəli, 44-cü sualda bizdən nə soruşur?
Atomun quruluşu bir çox kimyəvi reaksiyanın və texnologiyanın əsasını təşkil edir. Məsələn, litium-ion bateriyalarındakı litium atomları elektronların itirərək litium müsbət ionuna çevrilir. Bu zaman enerji ayrılır və nəticədə elektron enerjisi istehsal edilir. Bu proses ümumilikdə müasir elektronika və enerji saxlama sisteminin fəaliyyətini təmin edir. Aha, bura kimi bizə izah verirdi. Hər itirilən elektron enerjisi 1,6 vurulsun 10 üstü -19 joule olarsa 2 mol litiumdan cəmi neçə kilojoule enerji ayrılır? Hər itiriləndir. Yəni ki 1 molunda itiriləndə 1,6 vurulsun 10 üstü -19 joule enerji ayrılırsa, bəs 2 mola neçə olar? X. Buradan X də bərabər olacaq 3,2 vurulsun 10 üstü -19 joule. 2 mol litium cəmi neçə kilojoule enerji ayrılar? Bir dəqiqə. Bizə burada elektron sayı deyir. Necə? Burada hansı sual dedi? 42-də elektron sayını nəzərə aldıq. Eynən 44-də də elektron sayını nəzərə alarıq. 2 vurulsun 6 tam %2. 2 vurulsun 6'dan %2'ni nəzərə almalıyıq. Vurulsun 10 üstü nə? 23. 10 üstü 23. Bu eləcə 3,2. Onda 10 üstü 19 qalmayacaq. 10 üstü 23 plus 10 üstü 19 eləcə 10 üstü 4. Düz 10 üstü 4 qalacaq. Əsaslar onlar qalacaq, üstlər toplanacaq. 23 plus -19 eləyəcək 10 üstü 4. Bunu da çevirmək lazımdır. Joule, kilojoule 10 üstü 3'ə bölmək lazımdır. Onda qalacaq 32. 3,2. Bir dəqiqə, bu 3,2 yox. Axı biz ora 6,2 də əlavə etdik. 6,2 əlavə eləmişik. 6,2-ni vurmalıyam 2-yə, həm də vurmalıyam 1,6-ya. Deməli 6,2 həm vurulsun 2, o da vurulsun neçəyə? 1,6-ya. Eləcə deməli qalacaq 19,264. 19,264. Bu da deməli 1 onluq qalacaq burada. İxtisar gedəndə bir dənə onumuz qalacaq. Onu da bura vuranda bu vericə sürüşüb düşəcək bura. Yəni eləyəcək. Bu deyək ki joule idi. Bərabər qaldı neçəyə? Qaldı neçə? 192,64. Deyək, bəli, 192,64 kilojoule. Cavab A variantı. Sonra 48-ci sual. 48'də neytral halda elektron sayı 3. Neytral halda elektron sayı 3'tür. Neytral halda X götürə elementi. Elektron sayı 3'tür. Neytral halda 2 0 3'tür. Dövrün təsirsiz qazının elektron neytral halda elektron sayı 3-cü dövrün üzr istəyirəm. Neytral halda elektron sayı 3-cü dövrün təsirsiz qazının elektron sayından 6 vahid çox olan. Neytral halda elektron sayı 3-cü dövrün təsirsiz qazının elektron sayından 6 vahid çox olan element üçün hansı ifadə doğru deyil? Əgər ki bizə 3-cü dövr deyirsə, deyir ki neytral halda elektron sayı, baxın, dövr çəkək bura, 3-ə də dövr çəksək, bu olsa bizdə 8-ci dövr və bizə 8-ci qrup olsa 3-cü dövr deyirsə 1-ci dövr, 2-ci dövr, 3-cü dövr. 3-cü dövrdə 8-ci qrupa düşən element argon elementi olacaq və neytral halda elektron sayı 3-cü dövrün təsirsiz qazın elektron sayından 6 vahid çox olan. Deməli 2 element burada. 8-i burada elədi 10. Buradan da 8 18 və deyir ki plusda 6 vahiddə çoxdur. Yəni 24-cü elementə düşür. 24-cü element də olacaq. Elektron sayı, elektronu sürüşmə olan hansı element idi? 24 və 29. Xrom və mis. Xrom 24 olacaq. Deyir ki ən böyük oksidaşma dərəcəsi müsbət 6-dır. Ən böyük oksidaşma dərəcəsi. Bəli, gəlib düşür ki 6 vahid çox deyirsə 1-ci qrup, 2-ci qrup, 3-cü qrup, 4-cü qrup, 5-ci qrup, 6-cı qrupa düşəcək. Bu element 6-cı qrup, 6-cı qrupa düşəcək. 6-cı qrupda da qrupun nömrəsinə uyğun nə idi? Metaldır, xrom. Qrupun nömrəsinə uyğun ən böyük oksidaşma dərəcəsi göstərəcək. Bu gözləyər ən böyük oksidaşma dərəcəsi. 4-cü dövr elementidir. Çıxdaş eləyək. 4-cü dövr elementidir.
Düzdür, 4-cü dövr elementi. Çünki 3-cü dövrdə argon yerləşirdi və bundan 6 vahid çox idi, gəlib keçirdi ara 4-cü dövrə. Bu çıxdıq, bizə səhv lazımdır. Metaldır, bəli, metaldır. S elementidir. Deyir ki, S elementidir. Xrom sonluqda deməli böldük 2, 8, eləyirdi 14. 14-ü 3S2, 3P6, 3D gözləyirdi. Yerdə qalan 4S1, 3D5. Xeyr, burada D varsa D elementidir. S elementi deyil. Səhv olan elə budur. D'dir. Ən kiçik oksigenləşmə dərəcəsi 0-dır. Deməli, ən böyük oksigenləşmə qrupun nömrəsinə uyğun göstərirdi. Bu da elə düz idi. Ona görə bunu da çıxdıq. Ən kiçik oksigenləşmə dərəcəsi 0-dır. Düzdür, ən kiçik oksigenləşmə dərəcəsi metallarda 0-dır. Ən böyük də qrupun nömrəsi idi. Cavab olur burada D var. Növbəti sual 49-cu sualdır. 49-cu sualda şərtdə nə soruşur bizdən? Protonların sayı arasında hansı münasibət doğrudur? Aha. Protonların sayı, elektronların sayı deyir ki, bərabər olarsa 2 mənfi A-dır. Burada Y 2 müsbət B-dir və Z müsbət C-dir. Bəli, deyir ki, elektronların sayı bərabərdir. Hər birində N qədər elektron var. Bəs yaxşı, elektronların sayını tapsaq əgər elektron sayı, burada elektron nə edəcək? Burada N bərabərdir. Sıra nə yazacaq? Birincidə N bərabərdir elektron sayı. A plus 2 edər. İkincidə elektron bərabərdir. B-dən çıxarıq ki, B minus 2 eləyəcək. Üçüncüdə də N bərabərdir. C minus 1 eləyəcək. C minus 1 edəcək. Bizə deyir ki, protonlar sayı arasında hansı münasibət doğrudur? Protonlar sayı arasında münasibət. Protonların sayı. A, B, C-ni bizdən soruşur. A, B, C. Protonların sayı arasında münasibəti. Aha. Bura rəqəm verərək daha rahat həll edə bilərik. Hər birində elektron sayı deyir ki, N-dir, bərabərdir. Hər birinə eyni sayda olan elektron verək. Buna da 5 verirəm, buna da 5 verirəm, buna da 5 verirəm. Burada elektron sayı X-də əgər elektron sayı 5-dirsə, bunun proton sayı neçə olur? Proton sayı onda olub ki, 3. 3 olub ki, üzərinə 2 gəlib yazıb 5. Y-də deməli neçə olacaq? Y-də 7 olub ki, proton sayı 2 çıxıb olub 5. Z-də də 6 olub ki, 1 çıxıb olub 5 elektronun sayı. Deməli, burada ən böyük olan proton sayı daha böyük olan B-dir. B böyükdür C-dən. C də böyükdür nədən? A-dan. B böyük C böyük A. B böyük C böyük A. Cavab D variantı. X, Y, Z və L elementinin nisbə atom kütləsini hesablayın. Aha. Elektron sayını bizə verir 10. Deməli, elektron sayını bizə verir 10. Neytron sayını verir 12. Elektron sayı 10-dursa, bu deməli proton sayı 11 olub. 11 plus 12 eləyəcək 23. X-də oldu 23. 23. Ya B variantı ya Y variantı. Y0-da elektron sayı 15-dirsə elə proton sayı da 15-dir. Neytron sayını verir 16. 15 plus 16 eləyəcək 31. 31. Cavab artıq çıxdı. B variantıdır cavab. Burada oldu neytron nisbə atom kütləsi 31. Z-də də elektron sayı 10-dursa, proton olub onda 13 ki, 13-dən 3 çıxıb, plus olandan eləyir çıxır o. 13-dən 3 çıxıb 10 olub. Neytron sayı da verir 14. 14 üstə 13. 27. 27, bəli, Z-də 27. L-də də bu mənfi 1 mənfi deməkdir. Elektron sayı 10-dursa, onda bu 9 olub. Və neytron sayında 10 verir, elədi 19. Cavab B variantı. 52-ci sualda eynən bunun tipdədir, bunun qaydadadır. Çox asandır. Gəldik 54-cü sual. Neytron sayıları verir, nisbə atom kütləsini verir. Hansı ifadə doğrudur? X və T eyni elementin izotoplarıdır. X və T-dən söhbət gedirsə, nəylərin tapmalıyıq? Protonların tapmalıyıq. Bəli. Neytron sayı 46 verir bizə. Nisbə atom kütləsini verir. Düsturumuz nə idi? A bərabərdir. Kütlə də bərabər. Proton plus nəyə? Proton plus neytron. Mənim indi kütlə ədədim var. Bir də neytronum var. Onu da çıxıb taparam. 81-dən 46 çıxsa eləyəcək 35. 35 eləyəcək. Nə edəcək? 35 protonumuz sayılacaq. Bunun eləcək protonu 35. Protonlar sayı eyni olsa, deməli bunlar izotopdurlar.
Baxın izotop, yəni protonları eyni. 79-dan 44 çıxarıq. 79-dan 44 çıxsaq eləyəcək 35. 35, bəli düzdür. Bunlar nəli izotopdur. Düzdürsə çıxdıq. T'nin sıra nömrəsi 35-dir. T'nin bəli tapdıq burada. Proton sayı ilə onun sıra nömrəsi idi. Bu da çıxdıq düzdür deyə olmaz. X'in 34 elektronu var. 34 elektronu var. Aha, 34 elektronu yoxdur. Xeyr, 35 elektron ola bilər. Ki neytraldır. Onda 35 protonu varsa 35 elektron olar. Deməli cavab elə C variantıdır. 55-ci sualda X və Y elementlərinin əmələ gələn birləşmənin molekulunda neçə elektron var? X və Y elementlərindən əmələ gələn birləşmənin. Bəli, X-in qısa elektron formununu verib bizə 3s2-yə baxın verib 3s2, 3p0, 3p0. Deməli bu 3s2-dirsə, 3-cü dövrün 2-ci qrup elementidir. Bu da onda düşəcək magnezium elementi olacaq. X oldu nə? Magnezium elementi. 3s2, 3p5. Y isə 3s2, 3p5'dir. Baxın verib bizə 3s2, 3p5. Y elementi atomların normal halda xarici elektron təbəqəsində elektron sayını verib. X və Y elementlərinin əmələ gələn birləşməni molekulunda neçə elektron var? Birləşmənin molekulunda neçə elektron var? Aha. Deməli, bu Y hansı element olacaq? Flor yerləşir ikinci dövrdə. Bu olacaq xlor elementi. Xlor elementi. İndi magnezium ilə xlor, magnezium 2 valentli, xlor 1, 3, 5, 7 valentli olsa da metallarla birləşəndə 1 valentli olur. Magnezium, xlor 2 oldu. İndi bunların ümumi elektron sayını tapaq. Yəni əmələ gələn birləşmənin molekulunda neçə elektron var? Ümumi molekulunda elektron sayını deyir. Magneziumun neçə elektronu var idi? Baxın 3s2, 3p0'dır magnezium. Deməli bura gəlmək üçün neçə elektron olub? Birinci təbəqədə 2'si olub, ikinci təbəqədə 8 olub, üçüncü təbəqədə 2 elektron olub magnezium. Cəm neçə elədi? Magnezium üçün neçə elədi? 12. Magnezium 12-ci elementdir. Proton sayı və elektron sayı elədi 12. Gəl xlor üçün də tapaq. Xlor gəlib hara? 3-cü təbəqəsində 7 elektron var. Onda ikincidə 8'i də dolub, birincidə də 2'si tam dolub. Elədi 17. Xlorun da 17 imiş. Amma xlorun nəzər yetirsə ayağında 2'si var. İndeksi 2'dir. 2 ədəd xlordan söhbət gedirsə 17-ni vururam 2'yə üstə gələrəm magnezium proton sayını 12-ni. Çünki mənim birləşməm magnezium xlor 2 ədəddir. Xlordan 2'dir. 17-ni 2'yə vuran deyilir 34. Üstə 12 46. Cavab olur 46. Bu bölmədə bu qədər.